Kredit borcu olan pensiyaçıların və onların bu borcdan yaşayış minimumunun çıxarılmasının mümkün olub-olmaması sualı gündəm mövzulardan birinə çevrilib. Belə ki, RTV-nin verdiyi xəbərə görə məsələ ilə bağlı bank məsələləri üzrə ekspert iqtisadçı Əkrəm Həsənov konkret açıqlamasında bildirib ki, qanunvericiliyə görə hər bir şəxsin gəlirinin yarısı bütün borclarına görə tutula bilər. O cümlədən təqaüdçünün də pensiyasının yarısı tutula bilər. Belə bir müddət var ki, yaşayış minimumu şəxsi təmin etməlidir. Bununla bağlı dövlət orqanlarına da müraciət etmişəm. Yaşayış minimumu hər bir halda saxlanmalıdır. Qanun deyir ki, 50%-ədək pul tutulmalıdır. Yəni az məbləğdə də pul tutula bilər. İqtisadçı qeyd edir ki, yaşayış minimumu mütləq saxlanmalıdır. Amma təəssüf ki, dövlət orqanları vətəndaşların bu hüququnu təmin etmir. Bu praktikada belədir. Mən bu addımı konstitusiyaya zidd hesab edirəm. Çünki konstitusiyaya görə insan haqlarının müdafiəsi dövlətin ali məqsədidir. Yəni yaşayış minimumu da insanın haqqıdır. Təəssüf ki, dövlət orqanlarının və məhkəmələrin təcrübəsi fərqlidir.